Kim öz nəfsinə zülm eləmir? Kim günah eləmir? Tövbə eləsə, Allahdan bağışlanma diləsə, vallahi Allaha Gafur və Rahim görər. Tövbələri qəbul eləyən görər. Tək ki Allahdan bağışlanma diləsin, istiğfar eləsin, tövbə eləsin. Nə vaxt tövbə edəcəksiniz? Nə vaxt Allahdan bağışlanma diləyəcəksiniz? Axı Allah Gafurdur, Rahimdir. Allah günahları bağışlayandır, mərhəmətlidir. Amma görürsən, nə qədər insanlar var, günah edir, heç vecinə də deyil. Elə bir buna adəti yoxdur. Elə bir artıq bu nə bilim, yəni cənnətlə müjdələnib, nə istəsə olar. Nə etsə olar, icazəlidir, problem yoxdur. Xeyr, elə deyil, vallahi əsla elə deyil. Allah Teala cənnəti möminlər üçün yaratdığı kimi cəhənnəmi kimlər üçün yaradıb? Asi bəndələr üçün. Allah itaat əhli üçün cənnəti, asilər üçün cəhənnəmi yaradıb. Deməli, günahkar insana cəhənnəm odu toxunacaq, toxuna bilər. Heç nə arxain olmaq lazım deyil. Vallahi insan heç nə arxain olmasın. Heç bir əməlinin arxain olmasın. Həsən Əl-Basrın qəşəng bir sözü var. Deyir ki, mömin insan yaxşılıqla qorxunu özündə cəm eləyər. Amma münafiq insan günah işləməklə əminliyi, arxayınçılığı cəm eləyər. Nə deməkdir? Mömin insan yaxşı əməl sahibidir, salih əməllər işləyir. Lakin bunu qorxur ki, birdən Allah məndən qəbul eləməz. Lakin münafiq insan günah üzərinə, asiliklər və rahatdır. Allah keçəcək, bağışlayacaq, rəhm edəcək. Arxayındır, əmindir Allahın əzabından. Subhanallah. Yəni, vallahi bu özü bir müsibət, bir bəladır.